Nə ona dəstək olanlar, nə də Ermənistan özü sülh məsələsində maraqlı görünmür. Bunu Yeni Çağa açıqlamasında politoloq Samir Hümbətov deyib. O, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin sərhəddə imzalanması açıqlamasını təhlil edib. Sərhəd məsələsi ilə bağlı sualımıza isə ekspert cavabında bunun mümkün ehtimallar arasında olduğunu bəyan edib. Arot Mirzoyan deyir ki, biz sülh müqaviləsini dövlət sərhədində bağlaya bilərik. Ermənistan-Azərbaycan sərhədində bağlamaq mümkündür. Yaxşı fikirdir. Ən ideal variant kimi hansı tərəflərin, yəni söhbət üçüncü tərəflərin təhsil olmasın deyə iştirakındansa ən yaxşısı ilə sərhəddə, yəni Ermənistan-Azərbaycan dövlət sərhədində imzalaya bilərik. Və bu bizim üçün də Ermənistan üçün də çox böyük fayda gətirə bilər. Amma məsələ burasındadır ki, Ermənistan o şərtləri icra eləməlidir. Yəni sənəd üzərində deyil, de facto eləməlidir, de jure eləməlidir və ondan sonra bu imzaya gətirib çatdırılmalıdır. Amma biz hələ onu görmürük. Müqavilənin imzalanması üçün o şərtlərin icrası həyata keçirilməlidir. O yoxdur. Hələ ki, detalları razılaşdırırıq. Ermənistan-Azərbaycan şərti dövlət sərhədində atəşkəs hər gün pozulmaqdadır demək olar ki. Müqavilədən danışırıq ki, bax imzalayaqın artıq bütün məsələlər həll olunubdur. Ermənistan yeni bir bəhanə atır ortaya. Yaxud da ki, Ermənistanın dəstək verdiyi qüvvələr kim ki, Ermənistana dəstək verir, onlar başlayıb yeni bəhanələr istehsal eləməyə. Bu cür məsələlər ortaya çıxdıqca bu sülh müqaviləsi gecikir. Bunun üçün bir dənə yol var. Qəti ortaya mövqe qoymaqdır. Ermənistan birinci ATƏT-in Minsk qrupu kimi lazımsız təhsilat, hansı ki o münaqişənin həlli ilə bağlı yaranmışdı, heç bir nəticə verməli. Onu ləğv eləməlidir. Bu birinci, ən birinci ilə başdan. İkinci, Avropa İttifaqının missiyasını ləğv eləməlidir. Bunun dərhal buradan yığışdırılmalıdır. Bu iki hissəyə gəlir münaqişənin həllini. Sülh və etimad quruculuğu yaratmalıdır. Bunlar eləyən sonra o da ki, hələ ki görsənmir, hələ uzadılır. Ermənistanın məsələ qeyd edilən məsələlər qoymuş. Sözünə gəlməyəcək. Çünki Avropa İttifaqı tam olaraq oradakı o qüvvələr var ki, bəzi qüvvələr Avropa İttifaqı daxilində Fransa və ona dəstək verən qüvvələr var ki, onlar imkan vermək istəmir. Sülh müqaviləsi imzalansın. Nə də elə Ermənistan özü də bu məsələdə maraqlı görsənmir. Sadəcə olaraq bəyanat xatirinə bəyanat verir.